Siz hələ də eklerin hazırlanmağının çox çətin olduğunu mu düşünürsünüz? O zaman video sona qədər baxın və necə rahat olduğunu görün. Eklerin xəmirinin hazırlanması üçün bir çimdik duz qazana əlavə edirik. Daha sonra 4 xörək qaşığı şəkər tozu əlavə edirik. Üzərinə 1 stəkan su, 1 stəkan süd və 160 qram kərə yağını əlavə edirik. Daha sonra qazanımızı ocağımızın üzərinə alırıq. Kərə yağı əriyənə kimi qarışdırırıq. Kərə yağı əridikdən sonra qazanımızı kənara alırıq və üzərinə 2 stəkan un əlavə edib qarışdırırıq. Qatı xəmir alındıqdan sonra yenə ocağın üzərinə alıb az xodda qoyuruq və qarışdıra biraz xəmirin suyunun çəkməsini gözləyirik. Bu da xəmirin qurudulması da adlandırılır. Xəmir hazır olduqdan sonra 6 dənə yumurtanı qırıb qoyuruq qırağa və üzərinə bir əlavə edib bu cür duru xəmir alınmalıdır. Əgər yumurta balacadırsa 7 dənə də yumurta gedə bilər. Xəmirimizi sıxma torbalarına alırıq və yağlı kağızımızı sinimizin üzərinə qoyub bir eklerləri üzərinə qəşəng sıxırıq. Siz istəsəz belə başlıqsız da adi sıxma torbasında belə xəmirləri hazırlaya bilərsiniz. Və artıq bizim eklerlərimiz hazırdır. Eklerin içinin kremini hazırlayırıq indi də. Kremi üçün 3 yumurtaya 1 stəkan və 1 stəkan yarısından da az şəkər tozu əlavə edirik. Daha sonra üzərinə 3 yarım yemək qaşığı nişastanı əlavə edib qarışdırırıq. Ümumilikdə 2 stəkan yarım olmaqla südü əlavə edib qarışdırırıq. Əvvəlcə biraz əlavə edib qarışdırıram ki, topaqlar əmələ gəlməsin. Südümüzü də əlavə elədikdən sonra qoyuruq ocağın üzərinə və qatılaşdırdıqdan sonra 1 dəqiqə ərzində qaynadırıq. Çox qaynatmaq olmaz. Sonra alırıq başqa bir qaba ki, tez soyusun. Üzərinə isə 1 xörək qaşığı qədəri kərə yağını və mən 2 paket vanili əlavə edirəm və daha sonra bunu kərə yağı əriyənə kimi qarışdırıram. Kremimi soyuduqdan sonra sıxma paketinə götürürəm və eklerlərin altından bu cür deşik açıb və yaxud da yanından kəsib içini doldura bilərsiniz. Çox yumuşaq, içi isə tam istədiyim kimi alınmışdı. Rahatlıqla kremi doldurmaq olurdu. Hələ də videonu bəyənməmişsiniz və baxmağa davam edirsinizsə, tez bazar çıxın və videonu bəyənin, abunə olun, daha gözəl reseptlər üçün məni həvəsləndirin. Gördüyünüz kimi çox gözəl akışkan kremli, möhtəşəm eklerlərimiz hazırdır. Sağ olun.